Amerikada məhsulumuz gəlib, indi gedirik Comexdən götürməyə. Deməli, Amerikadan sifariş vermişəm Honda Shadow Phantom üçün orijinal Vikings firmasının, yəni Amerikada məşhur olan firmanın sisi barını və bir çanta almışam. Zaten məndə Honda Shadow Phantomun yan çantaları da Vikings firmasınındır. Çox keyfiyyətlidir. Sadəcə açığı deyim, daşıma çox məbləğ tutdu. İndi gedək görə araşdıraq, niyə bu qədər tutub, nə üçün bu qədər tutub, üstəgəl gömrük rəsmiləşdirməsini də ödəmişəm. Seçdik, sumkaları çıxartdım. Şəhərçi sumka istifadə eləmirəm də. İndi deməli bu nə edir? Anar qardaşım sağ olsun, bax onun Ducatisidir bu. Anar heç Ducati Street Fighter. Qardaşımızın aksesuarın sağ ol Anar. Deməli bu açılır belə, sumkamı qəşəng qoyuram, bağlanılır, vəsə. Uzaq yola harasa getsəm, o çanta mənə, bel çantası mənə kifayət edəcək. Harasa getsəm, bunları taxmaq olar. İndi şəhərçi üçün nə edirsən axı? Çanta bəs edir də. Motosikl tam fərqli, klassik görkəmini aldı. Vid уже дополненный был. Ana. Какой-то голый. Amma belə yox, niyə pis deyil? Bu açılır deməli dostlar, açılır, sumka qoyulacaq. Хороший, это Viking. Ha, Viking bar. Bu da Viking'den geldi. Ha. Oldu. Klassik, əsl klassik.